Salam, hər vaxtınız xeyir olsun. Mən Fes Akademi Liseyi üzrə riyaziyyat və məntiq təlimçisi Aysel Əhmədova. Bugün sizlərlə məntiq fənnindən sualların izahlarına baxacağıq. Təbii ki də yenə başlayırıq 11-ci sualdan. Ardıcıllığı pozan ədədi qeyd edin. Baxırıq biz ilk növbədə 504, 513, 522, 540, 512, daha sonra 603, 612 ədədlər verir. Mən görürəm ki, burada rəqəmlər çox necə deyim, stabilsiz düzəlib də, yəni stabil getməyib, ardıcıl getməyib. Burada nəsə bir dəyişiklik var. Görürəm ədədlərin artıb azalması, gah məsələn artır, gah azalır. O yəni vurma bölmə ilə də yəni alınası deyil. Mən nə edirəm o zaman? Rəqəmlərin cəminə fikir verirəm. Birincidə rəqəmin cəmi 9, ikincidə rəqəmin cəmi 9, üçüncüdə rəqəmin cəmi 9. Burada da 9-dur. 512-də rəqəmin cəmi 8, 603-də 9, 612-də 9. Rəqəm hamısı 9-dur. Bir dənə pozan nədir? 512. Aydındır ki, A variantı səhvdir. Keçirik növbəti suala. Növbəti sualda deyir ki, məntiq sözünə verib 2 üstəgələk 4-ün kvadratı, araz sözünə 2 üstəgələk 2-nin kvadratı, nüvə sözünü soruşur. Mən verib məntiq sözündə bax 2 dənə sait var, 2-yə uyğun. 4 dənə samit var və saiti bunun üzərində kvadrat kimi yazıb. Araz sözündə 2 sait, 2 samit, 2 yazıb, 2 üstədə 2 yazıb, düzdür. Nüvə sözündə indi 2 sait var. Üzərinə 2 dənə də samit var. Samitin üzərində saitin kvadratı. 2 üstə gələk 4, o da 6. Cavab B variantı. Keçirik növbəti sualımıza. Növbəti sual sağdan və soldan oxunduqda eyni oxunması üçün neçə rəqəm silinməlidir? Mən də bilirəm, sağdan və soldan eyni oxunan ədəd palindrom ədədlərdə. Ola bilər ki, suallarınız imtahanda falan palindrom ədəd kimi düşsün. Zaten məsələn imtahanda palindrom ədəd sözü düşsə, mötərizənin içərisində qeyd olunur nə olduğu, yəni sağdan soldan eyni oxunan ədədlərə deyilir. İndi baxın, burada eyni oxunması üçün 5-i silərəm, 7-ni, 8-i silərəm. Geridə qaldı 4, 6, 6, yenə 6, 6, 4. Görürsünüz, bu tərəfdən də oxuyanda eyni oxunur, bu tərəfdən də oxunanda. Neçə rəqəm sildim? 3 rəqəm sildim. Cavab C variantı. Keçirik növbəti sualımıza. Növbəti sualda deyir, 55 addım irəli, 4 addım geri atmaqla 72 addım atmışdır. 50 durduğu yerdən neçə addım atmışdır? İndi deyirik ki, 55 addım irəli, 4 addım geri, yəni 9 addım atır. Mən tez 72-yi 9-a bölürəm, görürəm 8. Yəni 8 addım bu neyinir? Artıq bir cəhdində 8 addım atır. Və deyir, durduğu yerdən neçə addım irəli atmışdır? Yəni ki, durduğu yerdən isə 5-dən 4-ə çıxıram 1. Yəni hər dəfə 5 addım atır, 4 geri atanda 1 addım irəlidə qalır. Və deyir ki, durduğu yerdən, yəni 1 addım, biri də vururam 8-ə, 8 addım ümumilikdə addım atmışdır. Keçirik növbəti suala. Növbəti sualımızda deyir ki, bizə ardıcıllıq, yenə operatorlar mövzusuna aid ardıcıllıq deyil. 12 verilib 2-yə bərabərdir, 48 32-yə bərabərdir, 42 2-yə, 82 4-ə. İşarələr qarşısında fərqli olduğuna görə indi bir 76-dan sonra. Mən bilirəm ki, bu qara nöqtə olanlar rəqəmlər bir-birinə vurublar. 4-ü 8-ə vurublar, 1-i 2-yə vurublar 2. Burada isə bölüblər. 4-ü 2-yə bölüblər 2, 8-i 2-yə bölüblər 4. İndi 76 nöqtə var. 7 ilə 6 bir-birinə vuraram 42. Sonra bu neyinir? Bir-birinə bu işarə nədir? Bölməkdir. Bu da bölərəm. 4-ü 2-yə bölündə 2. Cavab oldu A variantı. Keçirik sonra 16-cı suala. 16-cı suala baxırıq ki, 10 yumurta qazanda 6 dəqiqəyə qaynayır. Əgər qazanda 20 yumurta olsa neçə dəqiqəyə qaynayır? Siz bunu tənasib üsulu ilə yazırsınızsa çox böyük səhv edirsiniz. Bilirsiniz ki, suyun qaynamasına baxır da. Biz bilirik ki, suyun qaynaması yalnız temperaturdan asılıdır. Yəni onun yumurtanın sayından, nəyinsə içindəki maddənin cismi sayından asılı deyil. Çünki orada su qaynamağıdır. Əsas su içində istəyirsiniz 100 dənə yumurta olsun. Yenə su məsələn 6 dəqiqəyə qaynayırsa, yenə 6 dəqiqəyə qaynayacaq. Bir dənə də yumurta olsa, yenə 6 dəqiqəyə qaynayacaq. Cavab olacaq B variantı. Yəni yenə 20 yumurta olduğuna baxmayaraq yenə su 6 dəqiqədə qaynayacaq. Sonra keçirik mənzil blok məsələsinə. Mənzil blok məsələsində isə qaydamız var idi. 5 mərtəbəli binanın hər mərtəbəsində 5 mənzil yerləşir. Təbii ki də mən bu ətraf izahını vermişdim. Ətraf izahı necə idi? Təbii ki də şəkillə falan izah etmişdik. Lakin indi biz bunu düsturla yazacağıq. Çünki imtahanda sizə tez yazmaq üçün düstur əlverişlidir. 5 mərtəbəli binanın hər mərtəbəsində 5 mənzil yerləşir. Yəni bir mərtəbədə 5 mənzil varsa, 5 mərtəbədə də 5-i 5-ə vururuq, 25 mənzil var. Biz indi tapdığımız bu 78 nömrəlini də bölürük, tapdığımız 25-ə. Neçə düşəcək? Burada düşür 3, qalıqda da 3.
Bu zaman biz deyirik ki, qalıq var axı. Bu qalıq üzərinə 1. İstəsəz qalıq 1000 olsun, yenə də üzərinə 1 gəlsin. Bu blokun tapılmalıdır. Yəni 4-cü blok. Məsələn, burada D variantı səhvdir. Sonra mənzili tapmaq üçün alınan bu qalığı bölürük neçəyə? Mənzilə. 5 mənzil varsa 5-ə. 0 qalıqda 3 düşür. İndi burada yenə 0-ın üzərinə 1 gəlirəm. Qalığı gəlirəm. Qalıq 1000 olsa yenə 1 gəlirəm üzərinə. 3 isə 1 gəldim. 1-də mərtəbə olacaq. 4 blok 1 mərtəbə. Cavab C variantı. Sonra keçirik digər sualımıza. Fidan qaçış yarışında 7-ci yerə çıxdı. Sondan isə 16-cı yerə çıxdı. Yarışda neçə nəfər iştirak etmişdir? Biz bilirik ki, bax Fidan 7-ci yerdə bura. 1-ci 7. Özündən qabaq 6 nəfər var. İndi deyir, sondan isə 16, yəni gəlib burada sonda da 16-cı yer, yəni burada 15 nəfər var. Bu ikisi bir nəfərdə, yəni bunu biz məsələn 7, 16 üzərinə gəlib yaza bilmərik. Bura qədər 7 nəfər var, 7-nin də üzərinə 15 gəlirik, olur 22 nəfər. Cavab oldu D variantı. Sonra 19-cu sualımıza baxırıq. 19-cu sual nədən ibarətdir? Qazlar və dovşanlar olduğu yerdə cəmi 120 ayaq var. Təbii ki də bilirsiniz, qazların 2, dovşan isə 4 ayağı var. Qazları x götürüb, dovşanı y götürsək, 4y üstə 2x bərabər, qazın 2 ayağı var, 120. Bunu yazdıq. Qazlar dovşanlardan 2 dəfə çoxdur. Yəni, x bərabərdir 2y yazdıq. Gətirib x-in yerinə 2y yazaram. 4y üstə gələk, 2y yazanda 4y olur bu. Bərabərdir 120-yə. Aydın oldu yəqin ki fikrim. Daha sonra yazırıq nə? 8y bərabərdir 120-yə. Y bərabər olacaq neçə? 120-yi bölürük 8-ə. Y alacağıq buradan 15. O Y məndə dovşan idi, məndə neçə dovşan var onu soruşur. O da cavab olacaq A variantı. Sonra isə keçirik nəyə? Dairəvi pizzanı 8 bərabər hissəyə bölmək üçün neçə yerdən kəsmək lazımdır? Əslində bu kəsmək bölməsini həmişə mən demişəm ki, 8-dirsə deməli bunu 4 yerdən kəsək, yarısı qədər kəsəcəyik. İndi bunu necə? Bax, bir pizza çəkək. 8 bərabərsə, bax, belə kəsik. İndi kəsilənləri hesablayacaqsın. 1, 2, 3, 4, 5, 6, 7, 8. Neçə dənə xətt var? 1, 2, 3, 4, 5. Yox, bir dənə üzürlü sayın. Baxın, 1 xətt, 2 xətt, 3 xətt, bu da 4 xətt. 4 dənə xətt oldu. Qutardı, getdi. Deyirik uşaqlar, bu da bizim məntiq suallarının izahı. Nəsə aydın olmadısa, qaranlıq nə qaldısa, rəy bölmələrində bildirməyi unutmayın. Hələlik.